Bu insanları sadəcə bir ümid, bir amal birləşdirir. Sağlam gələcəyə doğru iri addımlarla, bərabər addımlayaraq bu faciədən tez bir zamanda qurtulmaq. Asılılıq təkcə bir gəncin, bir insanın faciəsi deyil. Bu ümumən bir ailənin, hətta böyük bir cəmiyyətin faciəsidir. Bu faciədən qurtulmaq üçün ünvanlar bəllidir. Bu ünvanlardan biri də, ən etibarlısı isə Qurtuluş Reabilitasiya Mərkəzidir. Tez bir zamanda bura müraciət edənlər böyük bir ümidlə yola çıxır və gözəl, yüksək bir nəticə əldə edirlər. Bu bir müharibədir, daxili bir müharibədir. Bu müharibədə hər bir kəs səfərbər olmalıdır. Əlimizdən gələn heç bir şey əsirgəməli deyilik ki, bu müharibə bitsin. O cümlədən bu müharibədə medianın üzərinə böyük bir yük düşür. Necə ki, gəlirsiniz, işıqlandırırsınız. İstəyərdim bu tez-tez olsun bu tədbirlər. Çünki gənclər bura gələndə onlar məlumatsızlıqdan düşürlər bu yola. Biz nə qədər çox maarifləndirsək, inşallah bu bəladan da daha tez qurtularıq Allahın izni ilə. Qurtuluş Reabilitasiya Mərkəzi 5-ci ildir fəaliyyət göstərir. Mən bir mühüm məsələni qeyd edim ki, özüm yeganə mərkəz rəhbəriyəm ki, özüm istifadəçi olmamışam. Amma boş vaxtım var idi. Allahdan istədim ki, vaxtımı xeyirli işlərlə keçirməyə müvəffəq et. Allah da bir qapı açdı. Qurtuluş Reabilitasiya Mərkəzini qurduq və eyni zamanda Azərbaycanda ən öndə gedən mütəxəssisləri, xüsusən Məmməd Rza Qafarovdur, Rövşən Qaragözovdur. Yəni bu kimi böyük mütəxəssisləri də cəlb elədik, hansı ki, xaricdə təhsil alıblar. Asılı olmayan bir şəxs, mən indi ümumi rəhbərlik eləyirəm, bu gözəl. Amma prosesi aparan mütləq bu prosesdən məlumatlı bir şəxs olmalıdır. O da proqramın rəhbəri Məmməd Rza Qafarovdur. Amerika Psixologlar Assosiasiyasının üzvüdür, bir neçə kitab müəllifidir. Çünki bu iş elm işidir. Elmsiz şəxsi təcrübə ilə bir yerə qədər kömək eləmək olur. Tam müalicə yalnız elmlə ola bilər. Ona görə də biz cəlb elədik yaxşı mütəxəssisləri və proqrama əlavələr etdik ki, hansı ki, mənəviyyat, valideyn haqqları var, ailənin haqqı var, övladların haqqı var, insanın öz bədəninin üzərindəki olan haqqı var və narkotikin fəsadları, qumarın fəsadları, alkoqolun fəsadları, yəni çox məsuliyyətli işdir. Ona görə tam gecəmizi, gündüzümüzü sərf eləmişik ki, heç bir fəsad baş verməsin. Və onun da nəticəsidir və mütəxəssislərin də yaxşı, elmli olmasının nəticəsidir ki, bugün biz nəinki Azərbaycanda, dünyada sağalma faizinə görə birinci yerdəyik. Təxmini 600 nəfərdən çox pasiyent sağalıb çıxıb bu 4 il ərzində. 4 il ərzində. Bəli, bəli. Əslində böyük rəqəmdir. Böyük rəqəmdir, bəli. Mərkəz sırf narkotik deyil, ümumiyyətlə asılılığı olan insanları müalicə edir. Bəli, bəli. Ümumi asıllıq, yəni sindromdur. Narkotikdir, qumardır, alkoqoldur, bunlar simptomlardır. Biz köklə işləyirik, sindromla. Amma yəni o proqramlar da müxtəlifdir. Qollar ayrılır. Şükür olsun bu günə ki, böyük bir sevinc içindəyik. Həm 30-a yaxın işçi heyəti bizim özümüzdə sağalıb, müxtəlif işlərdə işləyir. Həmçinin mən həmişə qeyd edirəm ki, bu reabilitasiya sahəsində işləyə bilirlərsə bu sağalanlar, başqa yerlərdə daha gözəl işləyərlər. Çünki bu proqram elə bir proqramdır ki, burada mənəvi prinsiplərdən biri dürüstlükdür. O burada 6 ay ərzində tam onlara aşılanır. Başqa yerlərdə də, ailədə də dürüst davranırlar. İstər rəhbərliyə qarşı, istər işlərində olsun. Məsuliyyətli, xüsusən çalışqan olurlar. Ceyhun müəllim, adətən mərkəzlərin özü bir indikator rolunu oynayır da. Məsələn, siz problem kökü nədən qaynaqlanır, cəmiyyətdə nəyin çatışmazlığından yaranır deyə onu daha çox bilirsiniz. Çünki bura gələn insan özü ilə problemini danışır, necə başlayıb və nə gözləntisi nədir. Onu ümumən bir mənzərə kimi deyə bilirsinizmi ki, cəmiyyətdə problemin kökü nədir ki, bunu kəssək, bunun üzərində daha çox işləsək, yəni qarşıdakı faciələrin qarşısını ala bilərik? Kök bir neçə nüanslardır ki, onlardan biri, hətta mən həmişə vurğulayıram ki, bayaq da sizinlə söhbətdə qeyd elədim ki, çətinliklər möhkəm kişilər yetişdirir. Bəzi valideynlər müharibə şəraitindən çıxmışdılar, deyək ki, 1-ci Qarabağ müharibəsindən söhbət gedir. Çətinlik, çörək qıtlığı xatırlayırıq da. Bu
dövrü keçmiş insanlar adətən bir fikir formalaşıb ki, mən yetimçiliklə, kasıbçılıqla böyümüşəm, mənim övladım qoy hardasa gözü olmasın. Nə istəyir verirlər. Bir növ ərköyün, ərkəsöyün deyilir. Başlıca səbəblərdən biri budur. Həmçinin müəyyən, belə deyək də, yollar axtarırlar, hansı ki, islah ola bilərdi. Ərkəsöyün böyüyüb, amma əsgərliklə islah ola bilərdi. Valideyn bir yollar axtarır ki, əsgərlikdən saxlasın, öz əli ilə övladını məhv edir. Bu da başlıca səbəblərdəndir. Yəni müxtəlif səbəblər çoxdur əslində. Çoxdur və xüsusən də maarifçilik. Maarifləndirmə olmalıdır. Mütləq olmalıdır. Bu günləri düşünürəm ki, ən böyük bizim üzərimizə düşən, xüsusən sizin üzərinizə düşən maarifləndirməkdir.